Bismillahirrahmanirrahim. Elhamdülillah vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'de. Mühterem Müslümanlar, biz Allah subhanahu ta'nın izniyle Şeyh İbn Baz'ın Mühüm Dersler kitabının şerhine devam edirik. Ve biz en son kalmıştık Fatiha suresinin tefsirinde. Bugün ise bir neçə surenin tefsir hakkında götüreceğiz inşallah. Şerh edilen Şeyh Arafat Muhammedi Hafizahullah burada Zelzele suresinin kısa tefsirini verecektir inşallah. Şeyh İbn Baz rahimehullah kitabda qeyd eləmiş ki, bu balaca surələri, kiçik surələri yəni götürmək müsəlman üçün faydalıdır. Çünki bu surələr namazda və s. ən çox oxunan surələrdən biridir. Bunlar da Fatiha surəsini gətirdi birinci, sonra isə ardınca isə Zəlzələ surəsindən Nəs surəsinə qədər. Şərhçi də Şeyh Arafat Muhammed Hafizahullah qısa yəni bu surələrin təfsiri barəsində bizlərə məlumat vermişdi. Başlayalım inşallah Zəlzələ surəsindən. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إذا زلزلت الأرض زلزالها وأخرجت الأرض أثقالها وقال الإنسان ما لها يومئذ تحدث أخبارها بأن ربك أوهى لها يومئذ يصدر الناس أشتاتا ليروا أعمالهم فمن يعمل مثقال ذرة خيرا يره ومن يعمل مثقال ذرة شرا يره. Allah subhanahu ta'ala buyurur ki, İzâ zulziletil ardu zilzâleha. İzâ, yəni əvvəlki dərslərimizdə də vurulamış. İzâ bir zaman deməkdir. Yəni, İzâ zulziletil ardu zilzâleha, yer, yəni sarsıldığı zaman, özünə məxsus şəkildə sarsıldığı zaman. Və axracetil ardu əthqâleha, yer öz yükünü çıxardığı zaman. Və qâlel insanu mâ leha, ve insan bunu görüp diyecek ki buna ne olup? يَوْمَ اِذٍ تُحَدِّثُ أَخْبَارَهَا. O gün yer onda olanları danışacaktı. Yani öz haberlerini. بِأَنَّ رَبَّكَ أَوْهَا لَهَا. Çünkü senin Rabbin ona vahyelemişti. يَوْمَ اِذٍ يَصْدُرُ النَّاسُ اَشْتَاتًا لِيُرَوْا أَعْمَالَهُم. O gün insanlar emellerinin onlara gösterilmesi için dəstə-dəstə çıxacaqlar. Dəstə-dəstə çıxacaqlar. فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ. Kim zərrə qədər xeyir iş görmüşsə onu görəcəkdir. وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ. Kim də zərrə qədər şər iş görmüşsə mütləq onu görəcəkdir. Şərh edən Şeyh Arafat Muhammed Hafizahullah buyurur ki, Suratul Zəlzələ min suvarul mədəniyyə. Zəlzələ surəsi Mədinə surələrindəndir. Yani bildiğimiz kimi sureler bölünürler. Mekke suresi ve Medine suresi. Mekke suresi ve Medine suresi. Zelzele suresi de Suratul Medeniye, Medine surelerindendir. Allah subhanahu fiha an meşhedi min meşahidil yevmel kıyame. Yani Allah subhanahu ta'ala, Uca Allah burada kıyamet gün baş vereceği hadiselerden bir menzereni, bir hadiseni bize haber verir. Hiye zelzeletul şedidetu lil ard. Hemin gün yer şiddetli şekilde silkenilecek. Yer şiddetli şekilde silkelenecek. Ve tartaccu raccen şedide ve tukhrucul ardu ma fi butuniha minel mevta ve minel kunuz. Ve yer içinde ne varsa, bətnində ne varsa onu üzə çıxaracaq. Bətnindəkiler ise nelerdir? Ölüler ve həmçinin xəzinələr. Kunuz, xəzinələr ve ölüler. Yani onları çıxardacaq. Fel insan yes'el. Həmin vaxt insan qorxaraq soruşacaq. Fe yaqul ma laha. Yani buna ne olup yani yere? Mellezi yecri leha. Ne baş verir? Mellezi hasra li hadel ard. Bu yere ne olup ki? Mellezi hadese leha. Onda ne baş verir? Vel ardı yevmel kıyame tuhbir an amalin nasi aleyha min hayrin ev şerrin. Yani hemen gün yer insanların emellerini haber verecek. Yer insanların emellerini haber verecek. Burada bir kısa olarak haşiye çıkar inşallah. Kur'an-ı Kerim'de ard sözü, yer sözü bir neçə dəfə zikr olunur. Bir neçə dəfə zikr olunur. Onların en birincisi Bəqərə suresinin əvvəlindədir. Bəqərə suresinin əvvəlindədir. Onda da Uca Allah buyurur ki, وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ. Onlara deyildiği ki, yer üzrə fitnə fəsad törətməyin. Birinci zikr olunan yeri hansıdır? Bəqərə suresinin əvvəli oradakı Allah subhanahu ta'ala deyir ki, yer üzrə fitnə fəsad törətməyin. Ən axırıncı zikr olunması isə bu surədədir.
Ki Allah Subhanahu buyuruyor ki yevme izin tuhaddis akhbaraha. O gün yer bütün olanları haber verecek. Yani sanki Allah Subhanahu Teala Bəqərə suresinin əvvəlində ve bu en ahırda Zəlzələ suresinde yeri zikrinden deyir ki, yer üzerinde tökülen fitne, fesad ne varsa hamısından insanların halından haber verecek. Ve bu da odur. İster şer eləsinlər, ister xeyir eləsinlər. Feyevmedin yuxricun nas əştətə. Həmin gün insanlar dəstə-dəstə çıxaracaqlar. Yəni əsnəvən, yəni sinif-sinif, qrup-qrup. Fəsinhum indahu minəl həsənət. Bir qrup insanlar, onların həsənətləri olacaq. Və huve səid. Biriləri xoşbəxt kimsələrdir. Və sunfun indahu minəs-seyyiət. Bir dəstə insanlar olacaq ki, onlar pis əməllərini göstərəcəklər. Və huve şəqi. Belələrdir kimdir? Bədbaxt olan kimsələrdir. Yəni kimin yaxşı əməllər çox olarsa, onun savabı ağır gələr və o xoşbəxt olar. Kimdə pis əməllər çox olarsa, günahları ağır gələr və o bədbəxt olar. Allah onların əməllərinə görə onları mükafatlandıracaq və ya cəzalandıracaq. Hətta bir qarışqa ağırlığında belə bir əməl olsa belə, onu mütləq görəcəkdir. Onu mütləq görəcəkdir. فَإِنَّهُ سَيَّجِدُ هَذَا الثَّوَاءُ وَمَنْ يَعْمَلْ وَزْنِ النَّمْلَةِ الصَّغِيرَ مِنْ شَرٍ سَيَرَى عِقَابَ ذَلِكَ. Yəni kim zərrə qədər qarışqa ağırlığında xeyir iş görmüşsə, onun mükafatını görəcək. Kim də zərrə, qarışqa ağırlığında şər bir iş görmüşsə, onun mütləq mükafatını görəcəkdir. Sonra isə, yəni Şeyh Mübaz Rahiməhullah Adiyyət suresini zikr edir və şərh eləyəndə keçir Adiyyət suresini ki, Allah Subhanahu buyurur ki, Suratul Adiyyət. Adiyyət, yəni atlar, qaçan atlar suresidir. Ki Allah Subhanahu buyurur ki, Bismillahirrahmanirrahim. Vəl-adiyyəti dabha. Vəl-adiyyəti dabha. Yəni, and olsun nələrə? And olsun çaparaq gedən atlara. Allah Subhanahu burada atların halına and içir. Vəl-adiyyəti dabha. And olsun çaparaq gedən atlara. Çünki vəl-adiyyətu minəs-suvaril məkkiyyə. Yəni bu surədə Məkkə surələrindəndir. Allah Subhanahu burada atların halına and içir. Vəl-adiyyəti dabha. And olsun Allah yolunda çaparaq gedən atlara. Fəl-muriyyəti qadha. Sonra dırnaqları ilə vurub qığılcım çıxaranlara. Fəl-muriyyəti qadha. فالمغيرات صبحا فأثرن به نقعا فوسطن به جمعا إن الإنسان لربه لكنود وإنه على ذلك لشهيد وإنه لحب الخير لشديد أفلا يعلم إذا بعثر ما في القبور وحصل ما في الصدور إن ربهم بهم يومئذ لخبير. Alimler diyor ki Allah Subhanahu Teala burada ayenin evvel, surenin evvellerinde and içir atlara. Ve Allah Subhanahu Teala məxluqatından istədiyinə and içir. İnsanlara ise ondan gerisi and içmeye ne diye qadağandı. Ona göre Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, kim and içecekse koy Allah and içsin. Kim Allah'tan gerisi and içerse şirk veya küfürlenmiş sayılar. Şirk veya küfürlenmiş sayılar. Kısaca olarak yani bu surenin sözbesöz mənaca tərcüməsini götürək. Sonra ise keçək qısa təfsiri barəsində ki, birinci ayə vəl-adiyyəti dabha. Yəni adiyyət, dabha bunlar atların töşəyərək çapılmasıdır. Vəl-adiyyəti dabha and olsun töşəyə çapanlara. Fəl-muriyyəti qadha and olsun dırnaqları ilə qılcım çıxaranlara. Fəl-muğirati subha and olsun səhər çağı həmlə eləyənlərə. فَأَثَرْنَ بِهِ نَقْعَا hücuma keçənlərə, toz qaldıranlara, yəni toz qaldıraraq hücuma keçənlərə. فَوَسَطْنَ بِهِ جَمْعَا qoşunun içərisinə soxulurlar. İnnel insane li rabbihi lekanud. Həqiqətən insan Rəbbinə qarşı yaman nankördür. Və innehu ala zalika leşehid. Özü də buna şahiddir. Və innehu li hubbil xeyr leşedid. Həqiqətən o var dövlətə çox hərisdir. Əfələ ya'lemu izə bu'tira ma fil qubur. Məcə o bilmirmi ki, qəbirlərdə olanların çıxarılacağı və hussilə ma fis sudur. Köşklərdə olanın aşkara çıxacağı. İnne rabbahum bihim yevme izillah habir. Məhz o gün Rəbbin onlardan xəbərdar olacaq. Məcər onlar bunu bilmirlərmi? Bu mənacı qısa tərcüməsi idi. Sonra isə keçək Şeyx Arafatın bu surə barəsində
kısa verdiği izaha inşallah. Ki şeyh buyurur ki Suratul Adiyat, Adiyat suresi min suvaril Mekkiye. Hangi surelerdendir? Mekke surelerindendir. Adiyat suresi Mekke surelerindendir. Vel Adiyat dabha, andolsun yani Allah yolunda saparak giden atlara Aksamallahu subhanahu bil adiyat ve hadi yedullu ala şerefiha ve fadliha. Allah subhanahu teala burada atlara and içir, bu da onların şerefine ve faziletine delalet ediyor. Ve la en yaksum bima şa'a ve keyfe şa'a subhanahu ve teala bi hilafi ibadihi. Yani o Allah uca ve kudretli öz yarattıklarına istediği vakit and içir. İstediği vakit and içir. Bu da həmin şeylerin şeref ve faziletine delildir. Məxluqatı ise yalnız Allah and içə bilər. Allah'tan başkasına and içməsi icazəlidir. فَلَا يَحِلِ لَهُمْ قَسْمٍ بِغَيْرِ مَعْبُودِهِمْ جَلَّ فِي عُلَى. Yani məxluqa icazəli değil ki, o halal değil ki Allah'tan gerisine, onların məbudundan gerisine and içsinlər. وَالْعَادِيَاتِ هِيَ الْخَيْلُ الَّتِي تَجْرِ فِي سَبِيلِ اللّٰهِ تَعَالَى. Yani adiyet dedikdə Allah yolunda qaçan atlar nəzərdə tutulur. Dabh deyəndə isə at sürətlə qaçarkən sinəsindən və nəfəsindən çıxan səsdir. Qadı. Yəni dabh at sürətlə qaçanda onun sinəsindən və nəfəsindən çıxan səsə deyilir. Sonra isə yəni fəl-muriyati qadaha. Növbəti ayda Allah Subhanahu taala buyurur ki, sonra dırnaqları ilə qığılcım çıxaranlara. Yəni atların dırnaqları, daşları deyəndə qığılcımlar çıxır. Bu da onların sürətlə qaçmasının nəticəsidir. Burada isə Şeyx İbn-i Qeyyim Rahimehullah'ın sözünü getirir ki, bəzi alimlər bu görüşdədilər ki, İbn-i Qeyyim Rahimehullah buyurur ki, Adiyat suresi Mekke'de nazil olmuştu. O zaman hələ cihad və cihad atları yox idi. Yəni cihad əmr olunmamış. Çünki cihad Mədinədə əmr olunur. Buna görə də burada nəzərdə tutulan insanların tanıdığı atlar deyil, Arafatdan Müzdelife'ye hərəkət eləyən, yəni həccə gələnlərin minik heyvanlarıdır. Bunlar da adiyətdir. Dabah isə sürət hərəkət edən dəvənin nəfəsi alarkən çıxardığı səsə deyilir. Şeyxülislam İbn-i Qeyyim Rahimehullah bu ayə barəsində belə buyurur. Sonra isə şeyx buyurur ki, Hafizahullah, فَأَثَرْنَ بِهِ نَقْعَ. Sonra qaçışlarıyla toz qaldıranlara. فَتُغَيِّرُ الْخَيْلِ فِي صَبَاحِ عَلَى الْعَدُوِ فَيَثُورُ الْغِبَارِ. Yəni atlar üzərində olan döyüşçülər, yəni səhər vaxtı düşmənə hücum edərkən atlar qaçırlar və arxalarına nə çıxır? Tozanaq çıxır. فَوَسَطْنَ بِهِ جَمْعَ. Sonra da onunla, yəni tozun içində düşmən dəstəsinin tam ortasına girənlərə and olsun. Bu isnad el-huyut tavassatna bimen yerkibuha vasatul cumu'ul a'da. Yəni atlar üzərində olan döyüşçülərlə bir yerdə düşmən ordusunun tam ortadan daxil olurlar. Sonra isə Allah Subhanahu taala bu atdan sonra buyurur ki, innel insane li rabbihi lekanud. Həqiqətən insan öz Rəbbinə qarşı yaman nankördür. Allahu akbar. Yaman nankördür. Her insan, yani hakikaten yani bu insan halde, yani öz Rabbine karşı nankördür. Yaqsumullahu Teala ala ennel insan yechad yakfur hazi ni'mellet en'amallahu aleyhi vel insan yuqul ala cuhudihi. Allah uca ve kudretli and içir ki insan Allah'ın ona verdiği nimetleri inkar edir ve nankörlük edir. İnsan özü de öz nankörlüğünü bilir, yani özü de buna şahittir. Yani bazı alimler deyirlər ki, yani insan öz Rəbbinə qarşı nankördür, müsibətləri sayır, fikir verin, başına gələn müsibətləri sayır, nimətləri isə unudur. Nimətləri saymır, ancaq müsibətləri sayır. Sonra isə Allah Subhanahu taala buyurur ki, innehu ala zalika şehid, innehu ala zalika leşehid. Yani özü de, yani insan elədiyi nankörlüğe şahid, yani insan öz nankörlüğünün fərqindədir. Və innehu li hubbil xeyr leşedid. Həqiqətən o var dövləti çox sevir. İnsan malı və dünya nimətlərini həddindən artıq sevir. Mal sevgisinə görə onu xərcləməyə xəstə edir. Yəni insanlarda olan mala qarşı olan sevgi o malı Allah yolunda xərcləməyə belə mane olur yəni. Əfələ ya'lemu izə bu'tirama fil qubur
və hussilə mə fis-sudur. Məgər o bilmirmi ki, qəbirlərdə olanların çıxarılacağı və sinələrdə gizləniləcəyin üzə çıxarılacağı zaman həmin gün insanlar qəbirlərindən çıxarılacaq, yer üzünə gətiriləcək və Allah onların qəlblərində gizlətdiyini aşkar edəcək. Ona görə bəzi alimlər bu kimi ayələrdə deyirlər ki, qəlbinizə diqqət edin. Bugün sizlə insanlar davranırlar sizin zahirinizə görə, daxilinizə görə yox, çünki insanı bilməsin daxilinizə nə var. O gün isə bütün daxildəkilər, yəni səninlə müamilə olunacaq, davranılacaq sənin daxilinə görə, qəlbinə görə. Və hussilə mə fis-sudur və köklərdə olanlar ortaya çıxaracaq. İnnə rabbəhum bihim yevmə idirlə xabir. Həqiqətən o gün Rəbbi onların ağlından tam xəbərdardır. Tam xəbərdardır. Subhanallah. Yəni həmin gün ondan hiçbir şey gizli qalmaz. Əslində Allah hər zaman hər şeyi bilir. Buradakı məna budur ki, o insanların etdikləri xeyir və şər əməllərinə görə mükafatlandıracaq və ya onları etdiklərini cəzalandıracaq. Həqiqətən o onların etdiklərindən xəbərdardır. Həqiqətən o onların etdiklərindən xəbərdardır. Bundan sonra isə Şeyx İbn Baz Rahimehullah, yəni növbəti surə olan Qariyə surəsində buyurur. Yəni bu sırada 4-cüdür, Fatihə, ondan sonra Zəlzələ, Zilzəl, ondan sonra Adiyyət, sonra isə 4-cü olan Qariyə surəsi barəsində Uca Allah buyurur ki, Əl-Qari'ə, Bismillahirrahmanirrahim, Əl-Qari'ə, Məl-Qari'ə və mə ədrakə Məl-Qari'ə. Qariyə, nədir Qariyə? Sən hardan bilirsən ki, nədir Qariyə? Yevmə yəkunun nəsu kəl-fərəşil məbthûth. Yəni həmin gün insanlar, həmin yevmə yəkunun nəs kəl-fərəşil məbthûth. Yəni səpələnmiş nə kimi olacaqlar? Səpələnmiş kəpənəklər kimi olacaqlar, pərvanələr kimi. Və təkunul cibəlu kəl-ihnil mənfuş. Dağlar isə didilmiş yün kimi olacaq. Dağlar isə didilmiş yün kimi olacaq. Yəni daha izahlı təfsirlə desək, ihnil mənfuş nədir? Kət yerdə olanlar bilərlər. Yəni kət yerində sulaq ərazilərinin yanında, yəni qamışlıqlar olan yerdə, qamışın üzərində pəmpəm deyirik. Yəni o pəmpəmləri quruyur, yəni qamışın üzərində olur. O pəmpəmlər quruyandan sonra onu barmağınla belə ovursan, göydə uçuşur. Bax, dağlar ihnil mənfuş o da əslində. Və təkunul cibəlu kəl-ihnil mənfuş. Yəni yunu necə, o pəmpəm necə belə əlinlə vuranda o belə havaya səpilir və toz dənəciyinə çevrilir, sovrulur havada, dağlar həmin gün o halda olacaq. Və təkunul cibəlu kəl-ihnil mənfuş. Fəmən səqulət məvazinu, yəni kimin və əmmə mən xaffət məvazinuhu, kimin səqulət məvazinu və xaffət məvazinu. Yəni insanların o zaman iki yerə bölünəcəklər. Fəmən səqulət məvazinuhu, kimin tərəzisi ağır gələrsə, və o fi işədən radiyə. O, rahat yaşayış içində olacaq. Yəni razı qalacağı, xoş və rahat həyat içində olacaq. Və əmmə mən xaffət məvazin, kimin tərəzi yüngül gələcəksə, fə ummuhu haviyə, onun sığınacağı yer haviyə olacaq, cəhənnəm olacaq. Və mə ədrakə məhiyyə, sən hardan bilirsən ki, o nədir? Nərun həmiyyə, o alavlı bir oddur. Alavlı bir oddur. Bu qısaca surənin tərcüməsi idi. Şeyx Hafizullah buyurur ki, Əl-Qariyə min suvaril Məkkiyyə, Qariyə surəsi Məkkə surələrindəndir. القارية ما القارية وما أدراك ما القارية يوم يكون الناس كالفراش المبثوث وتكون الجبال كالإهن المنفوش. أخبر الله تعالى عن هذا اليوم الذي تقرأ فيه القلوب لشدة الأهوال فيه والناس يخرجون من قبورهم بكثرة وتفرقهم يشبهون الفراش الذي يقع في النار. Allah Uca Allah buyurur ki, həmin gün dəhşətinə görə insanların yəni qəlblərində qorxu olacaq. Həmin gün dəhşətinə görə insanların qəlblərində qorxu ilə duracaq. İnsanlar qəbirlərindən çıxacaq və hər tərəfə səpələnmiş pərvanələr, yəni od ətrafında uçuşan kəpənəklər kimi olacaqlar. Dağlar isə didilmiş və çırpılmış yün kimi olacaq. Yun əllə diddikdə necə havaya sovrulub, hər yana səpələnirsə, dağlar da o halda olacaq. Və təkunul cibəl kəl-ihnil mənfuş, cibəl təkun kəsuf. Suf da yun deməkdir. Əlləzi yunfəşru biyyətazı əllə didildikdə havaya sovrulur. Fəəmmə mən səqulət məvazinu, kimin tərəzisi yəni ağır gələrsə,
Yəni əməl tərəziləri ağır gələn kimsə isə razı qalacağı xoş və rahat bir həyat içində olacaq. فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُ kim tərəsi axır gələsə, o fi işə yaşayış deməkdir. Radi razı qalmış. Əhlil iman əlləzin səqat məvazinuhum iman əhli hansı ki onların salih əməlləri üstün olacaq. Və hum fi işətin radiyə. Onlar rahat, razı qalınmış, xoş həyat içində olacaqlar. Allahu Akbar. Allahımız cənnət həmin eyləsin. Subhanallah. Və əhl-i şimal əlləzinə xaffət məvazinuhum sol tərəf sahibləri isə o kimsələr ki, onların tərəzləri yüngül gəliblər. Fəfinnər məvahum onların sığınacağı yer cəhənnəmdir. Və ummuhu haviyə yəni onun anası cəhənnəmdir deyəcək bu nə deməkdir? Yəni ummu ra'su haviyə fi qa'ri cəhənnəm li'anna yutrahu fiha menkus və ra'sul əsfəl فرجلاه أعلى العرب إذا دعا على الرجل بالهلكة قالوا هاوت أمه لأنه إذا هوى أي سقط وهلك فقد هاوت أمه سكلا وحزنا. Yani bu çok önemli faydadır. Yani terəziləri yüngül gəlirlər isə onların sığınacağı yer cəhənnəmdir və ummu haviyə anası haviyə olacaq nə deməkdir? Yəni onun başı cəhənnəmin dibinə düşəcək. Çünki o ora başı aşağı atılacaq. Başı aşağı, Allah qorusun, ayaqları isə yuxarı olacaq. Ərəblər bir kimsənin həlak olmasını arzuladıqda ona deyirlər ki, havvat ummuhu, anası onu itirsin. Bu ifadə onun həlak olub yıxılmasına işarədir. Allah bu odun böyüklüyünü və dəhşətini göstərmək üçün buyurur ki, وَمَا أَدْرَاكَ مَا هِيَ. Yəni sən hardan bilirsən ki, o nədir, o od nədir? نَارٌ حَامِيَ. O şiddətli bir alovdur. Yəni onun istisi dünya odun istisindən 70 dəfə çox şiddətlidir. Allah Subhanahu istəyir ki, bizi o oddan qorusun. Sonra isə şeyx keçir Təkasür surəsinə. İnşallah qısa olaraq Təkasür surəsinə götürək o günkü dərsimizi yekunlaşdıraq. Təkasür surəsi Allah Subhanahu buyurur ki, Əlhəkumut təkəthur. Bismillahirrahmanirrahim. Əlhəkumut təkəthur. Təkasür çoxluqla öyünməkdir. Çoxluqla öyünməkdir. Əlhəkumut təkəthur həttə zurtumul məqabir kəllə səvvə tə'ləmun ثم كلا سوف تعلمون كلا لو تعلمون علم اليقين لترون الجحيم ثم لترونها عين اليقين ثم لتسألن يومئذ عن النعيم. ألهاكم التكاثر çoxluğa hərislik başınızı o qədər qatdı ki, hətta zurtumul məqabir nəhayət qəbirləri ziyarət elədiniz. Kəllə səvfə tə'ləmun əsla xeyr. Siz aqibətinizi hökmən biləcəksiniz. Thumma kəllə səvfə tə'ləmun bir daha xeyr, yox. Siz aqibətinizi tezliklə biləcəksiniz. Kəllə ləv tə'ləmunə ilməl yəqin. Xeyr, kaş yəqin biləydiniz. Lətərvunnəl cəhim. Siz mütləq cəhənnəmi görəcəksiniz. Thumma lətərvunnəhə aynəl yəqin. Onu həqiqətən də öz gözünüzlə mütləq görəcəksiniz. Thumma lətəsəlunnə yevmə idin anin nəim. Sonra da nemətlər barəsində soru salınacaqsınız. Şeyx Hafizəhullah Təkəssür surəsinin barəsində buyuruyor ki, Suratu Təkəssür Məkkiyyə. Təkəssür surəsi Məkkə surələrindəndir. Təkəssür surəsi Məkkə surələrindəndir. Allah Subhanahu buyurur ki, Əlhəkumut təkəthur həttə zurtumul məqabir fəəktərun nəs şüğulətumud dünya və mələzzətuhə anil əxir istidədin ləhə. Allahu Akbar. Həttə cəəhumul məvt və saru ilə məqabir fədufinu fiyhə bə'də ən cəəhumul məvt. Çoxluqla yarışmaq sizi o qədər məşğul etdi ki, nəhayət qəbirləri ziyarət ediniz. Yəni, ölüb qəbrə qoyuldunuz. Burada ziyarət sözündən faydanı deyək. Necə ki, böyük alimlər deyirlər. Burada fikir verirsiniz, Allah Subhanahu demir, qəbirdə qaldınız. Dedi, qəbirdə ziyarət elədiniz. Yəni, orada daimi qalmayacaqsınız. Çünki ziyarət edilən yer daimi qalan yer deyil. Məsələn, deyirik, xəstəni ziyarət elədik. Görürsünüz, orada çox qalmırıq, daimi qalmırıq. Ona görə ki, siz qəbirləri ziyarət ediniz. Yəni, qəbirdən sonra da o bizə həyat var. Hətta zurtumul məqabir. Çünki ziyara bir yerdə bir müddət dayanmağa deyilir. Yəni, davam etdi qalmağa ziyara deyilmir. Yəni, bu da qrammatik fayda idi Allah'ın izniyle. Sonra şeyx buyurur ki, yəni, insanları dünya həyatı, onun mal dövləti, bərbəzəyi, ahirətdən və onu hazırlaşmaqdan yayındırdı. Bu hal ölüm onlara gəlib çatana qədər davam etdi.
Ona görə nə qədər gec deyil qəflətdən ayılmaq lazımdır. Qəbirlərə daxil olduqlarından sonra isə başa düşdülər ki, ölüm onlara artıq gəlib çatmışdır. Uca Allah buyurur ki, Kəllə səvfə tə'ləmun, thümmə kəllə səvfə tə'ləmun, kəllə ləv tə'ləmun, ilməl yəqin. Xeyr, siz tezliklə biləcəksiniz. Sonra yenə xeyr, siz tezliklə biləcəksiniz. Xeyr, əgər yəqinilə bilsəydiniz. Yəni, qəbirlərə daxil olduqları zaman malum və övladların onları məşğul etdiyini anlayacaqlar. Başa düşəcəklər ki, sadəcə məşğul etdi onları. Əgər bunu qəti biliklə dərk etsəydilər, nə mal toplamaq yarışı, nə də dünya sevgisi onları axirətdən yayındırmazdı. Ey Allahın qulu, nə mal dövlət, nə dünya sevgisi səni axirətdən yayındırmasın. Yaşayan, gəzən hər kəs ölüdür. Bugün və ya sabah. Qul innəl məvtəl-ləzi təfirrunə minhu fə innəhu müləqikum. De, o ölüm ki, ondan qaçmağa çalışdınız, o sizi yaxalayacaqdır. Lakin onlar qəbrə girənə qədər dünya onları məşğul etdi. Lətəravunnəl cəhim, thümmə lətəravunnə aynəl yaqin. Siz mütləq cəhənnəmi görəcəksiniz. Siz onu öz gözlərinizlə tam yəqinliklə görəcəksiniz. Yəni, onlar cəhənnəmi öz gözləri görəcəklər. Gördükləri və müşahidə etdikləri üçün buna aynul yəqin, gözlə görülən qəti yəqinlik olacaq. Cəhənnəmə daxil olduqları və onun əzabını daddıqları zaman isə bu haqqul yəqin olacaq. Ona görə bəzi alimlər deyir ki, yəqin üç yerə bölünür. İlmul yəqin, yəqin elm. Aynəl yəqin, gözlə görülən yəqinlik. Haqqul yəqin artıq ona daxil olanda. İlməl yəqin, yəqin elmlə bir şey bilməkdir. Aynəl yəqin bir şey görməkdir. Yəqinliklə. Haqqal yəqin artıq əzabı daddıqları zaman biləcəklər. Allah korusun. ثُمَّ لَا تُسْأَلُنَّ يَوْمَ اِذٍ عَنِ النَّعِيمِ. Sonra siz nimətlər barəsində soru-sual olacaqsınız. Yəni nimətlər hamısından soru-sual və yəsəlunə yevməl qiyamət anin nəim kəs-sihhə və-rizq və-əmn və-əvlad və kullihi ni'am. Qiyamət üçün insanlar soru-suala çəkiləcəklər. Nədən? Nimətlərdən. Çünki bəzi insanlar nimət deyəndə elə bilir, maşındır, evdir, puldur və s. Sağlamlıq, ruzi, əmin-amanlıq, övladlar. Digər bütün nimətlər haqqında insanlar soru-sual olacaqlar. Uca Allah buyurur ki, وَيَوْمَ يُعْرَضُ الَّذ۪ينَ كَفَرُوا عَلَى النَّارِ أَذْهَبْتُمْ طَيِّبَاتِكُمْ فِي حَيَاتِكُمُ الدُّنْيَا وَاسْتَمْتَعْتُمْ بِهَا فَالْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْحُونِ بِمَا كُنْتُمْ تَسْتَكْبِرُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَفْسُقُونَ. Əhqaf suresi 20. ayə. Kafir olanları deyiləcək. Siz dünya həyatınızda bütün gözəl nimətləri sərf elədiniz. Allahu Akbar. Və onlardan faydalandınız. Bugün isə yeryüzündə haqsız yeri təkəbbür göstərdiyinizə və fasiqlik etdiyinizə görə alçaldıcı əzabla cəzalandırılacaqsınız. Və şeyh buyurur ki, Hafizahullah və nə'im məs'ul anhə nəv'an. نوعا أخذ من حله وصرف في حقه ويسأل عن شكره ونوع أخذ بغير حله وصرف في غير حقه ويسأل عنه مستخرجه ومصرفه. Və deyib buyurur ki, şeyh, nimətləri görə soru-sual iki cür olacaq. Halal yolla əldə edilən və Allahın razılığına uyğun istifadə edilən nimətlər, ona görə insan şükür edib edilmədiyi barədə soru-sual olacaq. Haram yolda əldə edilən və ya Allahın razılığına zidd istifadə edilən nimətlər, buna görə ki, insan onları haradan qazandığı və harada xərclədiyi barəsində soru-sual olunacaqdır. Və fi sahih Muslim an Abdullah ibn Şəxir radiyallahu anhu əteytun Nəbi sallallahu aleyhi və səlləm və yəqra əlhəkumut təkəthur. Sahih Muslimdə gələn hədisdə Abdullah ibn Şəxir, Allah ondan razı olsun, deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldim. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldim. O, oxuyur, əlhəkumut təkəthur. Sizi çoxluq yarışı məşğul etdi. Qalə, sonra dedi, yəqul İbn Adəm övladı deyir, məli, malım. Qal, və həlləkə yə İbn Adəm min məlik illə mə əkəltə fəəfnəytə əv ləbistə fəəbləytə əv təsaddəqtə fəəmdəytə. Adəm oğlu malım deyir. Ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bu surəni oxuyub, sonra bunun hədisi dedi. Axırıncı ayəsini. Ey Adəm oğlu, sənin malın yalnız bunlardan ibarət deyilmi? Yeyib və tükətdiyin, giyib köhnətdiyin ya da axirət üçün sədəqə verib xərclənin.
Bundan sonrası gəlir Əsr surəsi. Onun növbəti dərsimizdə götürərik. Düzün Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkəllahu və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və atubu ileyk.